Baxışda gündəlik xəbərləri sizə təqdim edirik. Amerikanın səsi, Vaşinqton. Salam, hörmətli tamaşaçılar. Dünyaya Baxışın həftə sonu buraxılışında sizi xoş gördük. Son aylar İsrail liderləri İranın nüvə qabiliyyətləri ətrafında ritorikanı gücləndirərək Tehranın nüvə silahları istehsalı səylərindən çəkindirmək üçün İranın nüvə obyektlərinə hücum edə biləcəyi ilə bağlı dəfələrlə xəbərdarlıq edib. Bu, İsraildə geniş debatlara yol açıb. 21 il əvvəl İraqda Körfəz müharibəsi zamanı İsrail İraqın raket hücumlarına məruz qalmışdı. Amerikanın səsinin müxbiri Scott Bob'un Təl-Əvivdən göndərdiyi reportajı Dilşad Ərliyarlı təqdim edir. 68 yaşlı hüquqşünas Moshe Meyron 21 il bundan əvvəl Küveyti işğal etdiyinə görə Qərb və Ərəb ölkələrinin koalisiya qüvvələrinin hücumuna məruz qalmış İraq prezidenti Saddam Hüseyn Scud raketlərini Tel-Əvivə atanda şəhərin meri idi. Meyron sirenaların səsləndiyi o gecəni yaxşı xatırlayır. Bu xatirələr İsrail liderlərini nüvə silahı istehsalı səylərinə son qoyması üçün İrana qarşı hücuma hazır olduğu ilə bağlı xəbərdarlıq verməkdən çəkindirmir. Baş nazir Benyamin Netanyahu nüvə silahına malik İranın qlobal təhlükə təşkil etdiyini deyir. Nüvə silahına malik İran, İsrail, region və bütün dünya üçün təhlükə təşkil edir. İranın nüvə silahı istehsal etməsinə imkan verilməməlidir və s. İsrailin İranı bu yoldan necə çəkindirəcəyi mətbuatda son həftələr müzakirə olunan başlıca məsələdir. İsrailin müdafiə naziri Ehud Barak hərbi məsələlər üzrə ekspertlərə deyib ki, effektiv hücum bu ilin sonuna qədər mümkün ola bilər və problem tez bir zamanda həll edilməlidir. Ekspertlərin fikrincə Tehran mühüm nüvə obyektlərini yerin altında istehkamlara köçürməyə başlayıb və hətta ən güclü bombalar bu obyektlərə böyük zərər verməyəcək. İran liderləri nüvə silahı istehsal etmək səylərini inkar edərək nüvə proqramının dinc məqsəd daşıdığını bəyan edirlər. Lakin İran hücuma məruz qalsa, buna cavab verəcəyi ilə hədəliyib. Tehran, İsrail və Avropaya çata biləcək ballistik raketlərə malikdir. Bəzi ekspertlər Tehranın Birləşmiş Ştatlara çata biləcək raket üzərində işlədiyini bildirir. İran üzrə ekspert David Menashri İsrailin hücumunun bütün regionda əks-səda doğuracağını bildirir. Belə bir variantın uzun müddət üçün dağıdıcı nəticələri ola bilər. Yaxın Şərqdə sülh naminə daha yaxşı həll yolları tapılmalıdır. Məncə başqa yollar da var. Hərbi tarixçi professor Marin Van Creveld kimi bəzi ekspertlər deyir ki, hərbi hücum İranın nüvə proqramını yalnız bir neçə il gecikdirə bilər. Onun sözlərinə görə beynəlxalq ictimaiyyət İranın bir gün nüvə silahı əldə edə biləcəyi fikrini qəbul etməlidir. İranlılar bir gün deyə bilərlər ki, baxın, bu nüvə proqramı bizə o qədər baş ağrısı verir. Gəlin ən tez vaxtda bomba hazırlayaq. Bütün dünyada hamıya deyək və heç kəs də bizə toxuna bilməyəcək. Lakin bir sıra təhlilçilər hesab edir ki, İranın nüvə silahı əldə etməsi fəlakət ola bilər. Əgər İsrail hətta İrana qarşı hərbi hücuma keçsə belə, tənqidçilərin fikrincə İranın nüvə obyektlərini məhv edə bilməyəcək. Təyyarələr İrana çatmaq üçün 1000 kilometrlik məsafəni qət etmək üçün yanacaq doldurmalıdır. İsrail təyyarələrin qonşu ölkələrin üzərindən uçması üçün icazə almalıdır. İctimai rəy sorğularına əsasən cəmiyyətdə İrana hücum məsələsində fikir ayrılıqları mövcuddur. Son rəy sorğuları göstərir ki, əhalinin 43% hücumu dəstəkləyir, 41% isə bunun əleyhinə olduğunu deyir. Respondentlərin 62% İranın əvvəl-axır nüvə silahlarına malik olacağına inanır. İsraillərin çoxu ümid edir ki, İsrail və İran arasında qarşıdurma silah oynatmaqdan uzağa getməyəcək. Vaşinqtondan Dilşad Əliyarlı, Amerikanın səsi. Dünyaya Baxışın həftə sonu buraxılışını izlədiniz. Proqramın bütün buraxılışlarına veb səhifəmizdə www.amerikanınsəsi.org-da baxa bilərsiniz. Bugünlük bu qədər. Mən Emil Quliyev sizinlə gələn həftəyə də xudahafizləşirəm. Sağ olun, eyni ünvanda görüşmək ümidi ilə.